Bugünləri biz Photoshop'dan image size və canvas size mövzularına toxunacağıq. Bunun üçün ilk növbədə biz şəklimizi download edirik. Belə bir şəkil seçirik. Şəkili seçdikdən sonra şəklin kənarında düymə var. Həmin düyməni vurduqda şəklin ölçüləri çıxar. Burada ən kiçik ölçü, orta ölçü, böyük ölçü və normal özünün orijinal ölçüsü var. Biz mediumun üzərinə bir dəfə toxunduqda artıq bizim şəklimiz download olur. Bunu biz Photoshop'a iki formada gətirə bilərik. Birinci, Open düyməsini basaraq şəklimizi seçirik. Yenidən Open düyməsini basaraq şəklimizi ekrana daxil edirik. Digər versiyada isə biz gedirik, şəklimizi tutub, mouse'u buraxmadan Photoshop'un ekranına şəkli buraxırıq. Bu zaman avtomatik olaraq yenidən bizim şəklimiz ekrana daxil olur. Şəklimiz ekrana daxil olduqdan sonra biz şəkli Ctrl plus vasitəsilə önə gətirə bilərik. Ctrl minus vasitəsilə arxaya apara bilərik. Və Ctrl 0 vasitəsilə isə kətanı tam görəcək şəkildə, hər tərəfin görəcək şəkildə ekrana gətirə bilərik. Bəzən şəklimizi daha böyük görmək istəyirik. Bu zaman isə Ctrl 1-dən istifadə edirik. Bu, bir miqyasında bizə göstərilən şəkildir. Sonra biz imicə daxil olaraq buradan image size-ə gəlirik. Image size vasitəsilə biz şəklimizin piksellərini artırıb azalda bilərik. Şəklin keyfiyyətini çoxaldıb azalda bilərik. Misal üçün biz şəklimizi daxil eləyəndə 1920-nin 3030 olan bir ölçüdə idi. Hətta biz bunu yenidən qayıdıb baxa bilərik. Burada baxın, biz orta ölçünü download eləmişdik. Artıq burada olan ölçü Photoshop'da göstərilir image size vasitəsilə. Biz bu zincir aktiv olarkən buranı 3030 etsək, avtomatik olaraq bizim şəklimizin digər ölçüsü, baxın, özü dəyişir. Və biz burada artıq böyüdülmüş versiyanı, daha keyfiyyətli formanı görə bilirik. Əgər bir şəklin ölçüsünü öz normal ölçüsündən dəfələrlə böyük eləsək, bu zaman şəklin üzərində çox yaxınlaşdırdıqda görəcəksiniz ki, şəklin üzərində artıq pozulmalar olubdur. Yəni, onun keyfiyyəti yaxşı ola bilər, amma orijinal şəkildən çıxmış olur. Çünki şəkildə pozulmalar baş verir. Yenidən imicə daxil olub image size-ə gəlirik. Baxın, biz əgər bu zinciri qaldırsaq və buradakı ölçünü əlimizlə dəyişdirsək, məsələn, bunu 4000 etsək, ya da 3030 edək. OK düyməsini basırıq. Baxın, bizim şəklimiz normalda belə baxanda siz buradakı heç bir deformasiyanı görə bilərsiniz daha doğrusu, amma bəzən də nəzərə çarpmır. Amma burada artıq böyük bir deformasiya var. Bizim şəklimizi yuxarıdan aşağıya basmış formada görünür. Bunun üçün biz Ctrl-Z eləyirik, normal şəklimizin orijinal versiyasına qaydırıq, indirdiğimiz ölçüyə qaydırıq. Və əgər bir şəklini 1080-in 1080-ə, ya 2000-in 2000-ə olan, ya 1920-nin 1920-yə olan bir kvadrat ölçüyə salırıqsa, bu zaman biz şəklimizi ilk öncə crop'dan istifadə edək ki, şəklimizi o formada, baxın, biz artıq crop'la şəklimizin misal üçün aşağı hissəsi olsun da bu hissəni götürmək istəyiriksə, da biraz da sıxaq 1900. Bunu artıq belə kəsdikdən sonra biz təzədən image size-ə gəlirik. 1920-nin, bunu da 1920 etdikdə artıq kvadrat ölçü hər ikisində, baxın, 1920-1920 olan bir ölçüdür. Və bu şəkil artıq deformasiya uğramayıbdır. Çünki biz onu ilk öncə manual olaraq əllə crop'la kəsdik, daha sonra onun ölçüsünü dəyişdik. Bir də var canvas size. Biz indi Ctrl-Z eləyərək geri qaydaq. Canvas size isə kətanın ölçüsündən oynayır. Kətanın ölçüsünə təsir edə bilir. Baxın, misal üçün bizim hal-hazırda kətanımızın ölçüsü 1920-ni 3030'adır. Biz indi bunun ölçüsünü, hər iki ölçünü 3030 eləyirik. Bu zaman, baxın, şəklin özünə toxunmadan sadəcə canvasın ölçüsünü dəyişir və şəklin orijinal heç bir şeyini toxunmur. Çünki şəkillə əlaqəsi yoxdur. Sadəcə kətana təsir edə bilir. Baxın, kətanda artıq
boşluqlar, kənarda boşluqlar yandı. Çünki bizim kətanın ölçüsünü Canvas Size vasitəsilə dəyişdik. Burada başqa eyni formada yenidən Canvas Size'ə daxil olun. Baxın, burada da manuel olaraq ölçüləri dəyişdikcə kətanın ölçüsünü həm yuxarıdan, həm aşağıdan dəyişə bilərik. Məsələn, bu olsun 4000 olsun. Sadəcə göstərmək üçün 4000, buradan OK vurup baxın, artıq şəklimizin hər tərəfindən boşluq hissələri var. Çünki sırf kətana xitab edir. Yəni kətanın ölçülərindən oynaya bilirik Canvas Size vasitəsilə. Image Size vasitəsilə şəklin ölçülərindən oynayırıq. Canvas Size vasitəsilə isə kətanın ölçülərindən də oynaya bilirik. Və crop'a gəldikdə isə baxın, biz buradan crop tool'u seçərək, hətta biz buradan normal manual olaraq əlimizlə şəklin ölçüsünü özümüz üzərində oynaya bilərik. İstədiyimiz ölçüyə də sala bilərik. Baxın, bu artıq kətanın ölçüsündən oynanıb. Biz o hissələri kəsdik. Kətan və crop tool vasitəsilə istədiyimiz ölçüyə də sala bilirik.